Azərbaycan ordusunda xidmət edən Azərbaycan əskərləri var. Allah hamısını sağ-salamat, alnı açıq, başı uca öz valideynlərinin yanına gətirsin. Sən balanın şəxsində nə qədər Azərbaycan əskəri var, bütün Azərbaycan ordusunu alqışlayaq. Eşq olsun Azərbaycan ordusuna. Düğünləri bu cürə gözəl məclisdə arxeyin ürək açılığı ilə, qəlb açılığı ilə dayanmışıqsa, sənin kimi kişilərin, oğlanların sayəsində dayanmışıq. Qarabağ işğalda olanda, Kəlbəcər işğal olanda Sucayət yazıb ki, mənim ürəyimdir, mənim canımdır. Düşman süngüsünə keçən Kəlbəcər. İndi ondan bundan, ay Xasayəmi, qiymət gözləyir, aqilin adamdan seçən Kəlbəcər. Tər-tər, qəmli-qəmli, axar, sızıldar. Dağlar gözlərini sıxıb sızıldar. Dağılmış evlərə baxıb sızıldar. Zəhər çivəsi düşən Kəlbəcər. Sucayət, neyləyək, bax belə baxdır. Darıxma, hər şeyi həll edən vaxtdır. Ay əmi şükür, bugün gülə-gülə qayıdıbdır. Ağlaya-ağlaya köçən Kəlbəcər. Şükür bugünə, Ağdamımız, Zəngilanımız, Şuşamız, Kəlbəcərimiz yağı düşman taftağı altında deyil. Bugün o torpaqlar Azərbaycanın suverenliyi altındadır. Bir şairimiz də 44 günlük müharibədən sonra yazıb ki, Bəhmən nə yatmışsan? Qalx məzarından. Alındı Kəlbəcər gözləri qaydın. Ay əmi, qurtulduq köşkünlüklər bazarından. Alındı Kəlbəcər gözləri qaydın. Çağır Sucayəti, qalxsın yataqdan. Sufdur dəmirçi dinmir nə vaxtdan. Yanında yer saxlamağı ayaqdan. Alındı Kəlbəcər gözləri qaydın. Necə qoyum gedim sənə qardaş? Sənsiz qan ağlayar hər qaya hər daş. Yanımda dayanıb sevinəydim kaş. Alındı Kəlbəcər gözləri qaydın. Ziyaddin sən görən Ziyaddin deyil. Qəmkeşsiz dağları döyməyir meyil. Paşki xoşuma gəlməz bu şehir. Alındı Qarabağ, alındı Ağdamımız, alındı Kəlbəcərimiz, alındı Şuşamız. Qardaş, gözlərimiz aydın. Hamımızın gözləri aydın olsun. Bu qələbə tək Kəlbəcərinin, Şuşanın, Ağdamının yox. Masallısının, Dərdəlisinin, Tərtərlisinin, hər birimizin, bütün Azərbaycanın qələbəsi. İndi sənin ürəyinlə, qəlbinlə keçən baş sarkıdır. Bir gözəl hava çalıb, sən də oynayasın. Sən də ürəyin, qəlbin kim istəyir, qoşulub səndən rəqs edə bilər. Bir daha mübarək olsun. O gün olsun ki, biz də, Rakif, mən, Anar, o bizim də torpağımız azad olanda, biz də bax siz bizlərin nətər belə ürəklə, qəlblə, açıq süfrəylə qarşılamsınız. Kəlbəcərdə, Ağdamda biz də sizləri belə qarşılayaq, qulluğumuzda duraq. Öpürəm hər birimizi.